halihazırda Avrupa İttifakı'nın üyeliği değil. Teşekkürler. Dear guests and friends, Əziz qonaqlar, dostlar və cənab Bayramov, dear colleagues, hörmətli həmkarlar. 10 years ago, Ganja was a European city of youth. 10 years ago, we also held European village here in Ganja, and we are back. 10 il əvvəl 2016-cı ildə Gəncə şəhəri Avropa Gənclər Paytaxtı seçilmişdir. Həmin münasibətlə Avropa İttifaqı nümayəndəliyi və Avropa səfirlikləri Gəncədə Avropa şəhərliyi təşkil etmişdilər. As I said, today we are back to welcome you here, and this is very special occasion because this year we also celebrate 30 years of partnership between European Union and Azerbaijan. Bugün sizi yenidən Avropa şəhərində qarşılamaq üçün geri döndük. Bu Avropa İttifaqı və Azərbaycan tərəfdaşlığımızın 30 illik yubileyini qeyd etdiyimiz üçün çox xüsusi bir hadisədir. I would also like to give special thanks to Executive Power of Ganja for its continued support and for assisting us to hold our event in your beautiful city. Gəncə İcra Hakimiyyətinə, davamlı dəstəyinə və tədbirimizi gözəl və füsunkar şəhərinizdə, Gəncədə keçirməyimizə kömək etdiyinizə görə xüsusi təşəkkürümü bildirmək istərdim. And to Mr. Bayramov in particular. Əlbəttə ki, xüsusi olaraq cənab Bayramova. I would also like to express my appreciation for our member states for their commitment and efforts in making this event a success. It wouldn't be possible without you, so thank you. Həmçinin üz dövlətlərimizə də bu tədbirin uğurlu olması üçün göstərdikləri sədaqət və səylərə görə minnətdarlığımı bildirmək istərdim. Əziz səfirlər, bu siz olmadan mümkün olmazdı. Well, our member states prepared lots of activities around here and stands, so please visit their stands and enjoy today also. Üz dövlətlərimiz bugün sizin üçün bir sıra maraqlı tədbirlər planlaşdırıblar və stendlərini ziyarət edərkən siz onlarla görüşə bilərsiniz. Odur ki, bundan, bu fürsətdən faydalanın. As a tradition, we also promote sports and healthy life. So we hope that you will enjoy our games and make new friends here. Ənənəvi olaraq biz sağlam həyat tərzi və idmanı da təbliğ edirik. Odur ki, buradakı o idman fəaliyyətlərindən də zövq ala bilərsiniz, qoşula bilərsiniz.
Eurovillage is a window to Europe, a chance to see, learn, and enjoy our rich culture and diversity, which makes us the European Union. Avropa şəhərciyi Eurovillage Avropaya bir pəncərə. Avropa İttifaqı təşkil edən Avropa İttifaqını təşkil edən zəngin mədəniyyət və müxtəlifliyi ilə tanış olmaq üçün, öyrənmək üçün, zövq almaq üçün əla bir şansdır. Çok sağ olun. Teşekkürler. Çok sağ olun. Thank you. Yeah.